Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü dərsimizdə biz İngiltərə, yəni Böyük Britaniya 17-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər olan tarixi haqqında danışacağıq. Bu dövrdə kapitalist münasibətlər inkişaf etmişdi və feodalizm böhran keçirirdi. Artıq əmtəə pul münasibətləri inkişaf etmişdi. Kəndlilər arasında təbəqələşmə var idi. Kəndlilər arasında burjuaziya və muzlu işçilərin yaranması baş vermişdir. Yeni zadəganlar yarandı bu dövrdə. Burada yeni zadəgan nə deməkdir? Yəni muzlu əməyi tətbiq edirdilər öz təsərrüfatlarında və təsərrüfatlarını kapitalistcəsinə idarə edirdilər də. Feodal münasibətlər yox idi. Və İngiltərə özü də bu dövrdə müstəmləkələr ələ keçirmək istəyirdi və güclü donanma yaratmaq istəyirdi. Bu dövrdə biz bilirik ki, İngiltərədə Anglikan kilsəsi var idi. Daha sonra İngiltərə siyasi cəhətdən mütləqiyyət ölkəsi idi və Fransa, Avstriyadakı kimi burada mütləqiyyət o qədər də güclü deyildi. Belə ki, krala tabe olan parlament silki orqanı idi və bu kapital münasibətlər ki yaranmışdı, burjuaziya, yeni zadəganlar, bunlar hökumətdən narazı idilər. Hökumət onların üzərində güclü nəzarət edirdi onlara. Sex nizamnaməsinə əməl olunmasını istəyirdi, onlar ciddi nəzarət edirdi. Bu da ticarətin inkişafına mane olurdu. Onlar da belə bir qərara gəlirlər ki, biz siyasi həyatda bir dəyişiklik edək və puritançılığı yaradırlar. Puritanlar ingilislərin protestantlarıdır. Yəni Anglikan kilsəsinin dəbdəbəli kilsə ayinləri zamanı israfçılığa qarşı çıxan bidətçilər İngiltərədə puritan adlanmağa başlayırlar. Və 17-ci əsrin 30-cu illərində İngiltərədə müəyyən inqilabi şərait yaranmağa başlayır. Belə ki, iqtisadi, siyasi, dini ziddiyyətlər var idi. Buna görə də bəzi hadisələr baş verir. Bu da inqilabi şəraitə səbəb olur. Demək, bu dövrdə krala qarşı idi bəzi parlamentdə müxalifətçilər var idi. Eyni zamanda 1603-cü ildə 1-ci Yelizavetənin varisi olmadığı üçün Stuartlar hakimiyyətə gəlir və onların hakimiyyəti Tanrı tərəfindən verildiyini, yalnız ona hesab verməli olduqlarını iddia edirdilər onlar. Bu da parlament və kral arasında münaqişələrə səbəb olur. Bu Stuartların ilk nümayəndəsi də 1-ci James idi. O 1603-1625-ci illərdə hakimiyyətdə olub. O inanırdı ki, ona hakimiyyət Allah tərəfindən verilib, ilahi hüquqa malikdir və parlamenti ləğv etməlidir. Digər tərəfdən o güclənmək üçün pula ehtiyacı var və yeni vergilər də təyin edə bilmir. Çünki parlamentin icazəsi olmadan bunu eləyə bilməz. Götürür vergiləri artırır. Sonra müstəmləkə və donanma məsələsində bu dövrdə İngiltərənin əsas rəqibi İspaniya idi. Stuartlardan olan bu 1-ci James gedir nigah diplomatiyası ilə İspaniyaya yaxınlaşır. Və eyni zamanda Stuartlar puritançılıqdan da nifrət edirdilər. Bütün bunlar müxalifətin Anglikan kilsəsinə və mütləqiyyətə qarşı mübarizəsinin ideologiyasının əsasını təşkil etməyə başlayır. Demək, puritanları təqib edirdilər. Onlar da qaçıb gedirlər Hollandiyaya, Amerikaya mühacirət edirlər. Bütün bunlarda parlament deyir ki, şəxsiyyət azadlığının pozulmasıdır. Kralla arasında münaqişələr yaranır. Demək, müxalifət əsas məqsədi İngiltərəni parlamentli monarxiyaya çevirmək idi. Kral isə, yəni Stuartlar sülaləsi isə parlamentdən asılılığını rədd edirdi. Buna görə bir neçə dəfə hətta parlamenti də buraxmışdılar. Ondan asılı olmamağa çalışırlar. Daha çox monarxiyaya meyl edirdilər. Və 17-ci əsrin birinci yarısında 30 illik müharibə olur Avropada. Daha sonra bir sıra üsyanlar, vətəndaş müharibələri baş verir. Bütün bunlar biraz da vəziyyəti pisləşdirməyə başlayır. Hətta kral parlamenti buraxmışdı ümumiyyətlə. 1-ci Charles'ın dövründə 1640-cı ildə yeni vergilər təyin etmək istəyir və bunun üçün parlamentə ehtiyacı vardı. Götürür, yenə də parlamenti çağırmağa məcbur olur, lakin istədiyini də əldə edə bilmir. 1653-cü ilə qədər bu parlament fəaliyyət göstərir. Uzun müddətli parlament hətta adlanır. Krala tabe olmayan parlamentin fəaliyyətə başlaması İngiltərədə inqilabın başlanmasına əyani sübut idi. Əhali parlamentin tərəfində idi, onun tərəfindən qalxmışdılar. Parlament bu dövrdə ali qanunverici icra hakimiyyəti öz əlində cəmləşdirmişdi. Kralın yeni vergi təyin etmə hüququnu onun əlindən almışdı. Qərar qəbul eləmişdilər ki, siyasi məhbusları azad edirlər və kralın iradəsindən asılı olmayaraq 3 ildən bir mütləq parlament çağırılmalıdır. Bu dövrdə başlayır vətəndaş müharibəsi İngiltərədə 1642-1648-ci illərdə. Kral istəyirdi bir neçə deputatı həbs etsin, lakin xalq qalxdı parlamentin tərəfindən ayağa və kral onları həbs edə bilmir. Parlamentin ordusu da zəif idi bu dövrdə. Bir qismi muzlulardan, bir qismi könüllərdən ibarət idi. Təchizatı zəif idi.
Daha sonra orduya rəhbərlik edən puritanlar da xalqdan qorxurdular və kralı məğlub etməyə çalışmırdılar. Kralla barışmağa meyilli idilər. Ona görə onunla danışıqlara başlayırlar. Demək, burada kral ordusunun buraxılmasını istəyirdilər puritanlar və kilsə islahatının keçirilməsini tələb edirdilər. Kral da bunları qəbul etmir, tələbləri, və əhalinin köməyi ilə müharibənin gedişində dönüş yaradır. Parlament ordusuna hərbi işi yaxşı bilən Oliver Cromwell başçılıq etməyə başlayır. O, xalqın köməyi ilə mütləqiyyəti hərbi cəhətdən məğlub etmək istəyirdi. Buna görə də Cromwell kəndlilərdən və sənətkarlardan ibarət yeni qoşun hissələri yaradır və 1645-ci ildə hərbi islahat haqqında qanun qəbul edir. Bu islahata görə də ümumi rəhbərlik, vahid maliyyə sistemi olan yeni tipli ordu yaradılmalı idi. Bu ordu da könüllülük prinsipi əsasında təşkil olunurdu. Əskərlərin sayı 70 minə çatdı. 1645-ci ildə Neysbi döyüş baş verdi. Burada parlamentin ordusu qalib gəldi. 1646-cı ilin yayında da 1-ci Charles Şotlandiyaya qaçdı. Lakin Şotlandlar da böyük bir məbləğ qarşılığında onu parlamentə təslim etdilər. Sonra parlament bir neçə addımlar atdı. Bu müzakirə edilən məsələlərdən biri də aqrar məsələ idi. Müharibənin başlamasından sonra parlament ruhanilərin, kralın və kral tərəfdarlarının torpaqlarının müsadirə olunması haqqında qərarlar qəbul etdi. Müsadirə edilən torpaqların böyük hissəsi satışa çıxarıldı və bu torpaqlar burjuaziya və onun ordu zabitləri aldılar. Kəndlilərin torpağa görə zadəganlardan asılılığı saxlanıldı. Torpaq kəndlilərin mülkiyyətinə çevrilmədi. Daha sonra torpaq məsələsi bir tərəfli burjuaziyanın və yeni zadəganların xeyrinə həll edildi. Çəpərləmələrə rəsmi şəkildə icazə verildi. Bu siyasət xalqın mənafeyinə ziddidir. Borcları qaytarmaq üçün parlamentin əhalidən alınan vergiləri artırılmağa başladılar. Və parlament xarici ölkələrlə ticarət edən şirkətlərin hüquqlarına toxunmadı. Çünki parlamenti həmin şirkətlər maliyyələşdirirdilər. Kral parlamentin üstünlüyü ilə barışa bilmirdi. Buna görə də 1648-ci ildə Şotlandiyanın köməyi ilə parlamentə qarşı yeni müharibəyə başlayır. Bu müharibədə də məğlubiyyətlə nəticələnir. Xalqın tələbi ilə kral məhkəməyə verilir və 1649-cu ildə məhkəmənin qərarı ilə kral edam olunur. Kralın hakimiyyəti və Lordlar Palatası ləğv olunur və Stuartlar sülaləsinin birinci dövrü də başa çatır. İngiltərədə respublika elan edilir. İngiltərənin respublika dövrü 1649-1653-cü illərdə baş vermişdi. O dövrdə İngiltərə respublika olmuşdu. Bir palatalı parlament idarə edirdi. Ali qanunverici hakimiyyət parlamentə, icra hakimiyyəti dövlət şurasına məxsus idi. Hər iki qurumda burjuaziya və yeni zadəganlar üstünlük təşkil edirdilər və respublikanın xarici daxili siyasəti bu təbəqələrin maraqlarına xidmət edirdi. Hökumətin həyata keçirdiyi bir sıra iqtisadi tədbirlər var idi. Bunlara görə burjuaziya və yeni zadəganların iqtisadi imkanları artdı. Ölkəyə yun, ipək parçalarının gətirilməsi qadağan edildi və ölkəyə onun müstəmləkələrindən məhsullar İngiltərə gəmilərində gətirilməli idi. Bu qanun da Hollandiyaya qarşı yönəlmişdi. Çünki Hollandiya İngiltərədən irəlidə idi və İngiltərə xarici ticarətdə Hollandiya gəmilərindən geniş istifadə edirdi. İngiltərə hökuməti ticarət müstəmləkə rəqabətindən qalib gəlmək üçün güclü donanma yaratmağa başladı və respublikanın iqtisadi nailiyyətləri onun beynəlxalq nüfuzunun artdırmasına yönəlmişdi. İspaniya və Fransa da onun müstəqilliyini tanımışdılar. Hollandiya və Portuqaliya ilə müharibədə qalib gəldi İngiltərə və onlara da öz üstünlüyünü qəbul etdirdi. Cromwellin ordusu İrlandiyanı da, Şotlandiyanı da hərbi müdaxilə nəticəsində işğal etdi. İşğalçı orduya çevrildi və burjuaziya, yeni zadəganlar daha da varlandılar. Xalqın mənafeyi isə pisləşirdi. Onlar artıq respublikaya olan inanclarını itirmişdilər. Sonra Cromwell götürür, parlamenti buraxır və hərbi diktatura yaradır. Özü də 1653-cü ildə Lord Protector özünü elan edir. Müdafiəçi, hami deməkdir Lord Protector. Nəticədə ölkədə diktatura rejimi qurulur. Real hakimiyyət hərbi diktator olan Cromwell-ə keçir və ölkəni generalların köməyi ilə idarə etməyə başlayır və bu cür rejim narazılıqların qarşısını amansızlıqla alırdı. Ölkədə siyasi vəziyyət daha da gərginləşdi. Cromwell katoliklərdən başqa bütün xristianlar üçün dini dözümlülüyün tərəfdarı idi və puritan əxlaqına görə günah hesab edilən teatr, rəqs və idman fəaliyyətlərini qadağan etmişdi. Bu hadisələr Cromwellin ölümünə qədər davam etdi. Cromwell öldükdən sonra parlament çağırıldı 1660-cı ildə və ilk qərar ilə 2-ci Charles Stuart İngiltərə taxtına qayıtdı.
taxta dəvət edildi. Bununla da Stuartların ikinci dövrü başlayır. 1660-1688-ci illərdə. İkinci Charles bəyannamə ilə çıxış edir. Bildirir ki, inqilab iştirakçılarına bəraət verəcək, etiqad azadlığı, inqilab dövründə ələ keçirilmiş torpaqların toxunulmazlığını təmin edəcək. Lakin o bunlara əməl etmir. 1685-ci ildə ikinci Charles ölür və onun yerinə ikinci James Stuart kral olur. O ölkədə katolik mütləqiyyət rejimi yaratmaq istəyirdi. Və əsas siyasi qüvvələr bu dövrdə çağırırlar Hollandiyadan Oranlı Wilhelmi, o ordusuna gəlsin və Londonda hökuməti dəyişməyinə, protestantları qorumasını ondan xahiş edirlər. Və bu baş verir. Oranlı Wilhelm özü katolikliyin və Fransanın düşməni idi. Bu hadisə nəticəsində İngiltərədə bu hadisə şanlı inqilab adlanır. Çünki heç bir qan tökülmədən baş vermişdi. Vətəndaş müharibəsi baş verməmişdi. 1689-cu ildə parlament qanun qəbul edir. Hüquqlar haqqında bil və İngiltərə parlamentli monarxiyaya çevrilir. Kral qanunlara veto qoymaq hüququnu itirdi. Kral ölkəni parlamentlə birlikdə idarə etməli idi və bununla da İngiltərədə parlamentli monarxiya idarə etmə forması bərqərar oldu. 1707-ci ildə isə İngiltərə Şotlandiya ilə birlikdə Birləşmiş Krallıq yaratmaq qərarına gəldilər. Bundan sonra da bu dövlət Böyük Britaniya adlanmağa başladı. 18-ci əsrin ikinci yarısında İngiltərədə kapitalist münasibətlər inkişaf etdirdi, sürətlənirdi bu inkişaf. Sənaye məhsullarının əksəriyyəti manufakturalarda istehsal edilirdi. Ölkədə sənaye məhsuluna tələbat artır və İngiltərə sənayinin daha yüksək mərhələyə keçməsi üçün şərait yaranır. Aqrar çevriliş baş verir. Bunun nəticəsində sənaye məhsulları lazım olan işçi qüvvəsi miqdarı artdı. İstehsalı genişləndirmək üçün müəssisə sahiblərinin imkanı genişləndi. Aqrar çevrilişin başa çatmasında çəpərləmələrin də rolu böyük idi. 1784-cü ildə buxar mühərriki kəşf edildi və sənaye çevrilişinə təkan verdi. Sənaye çevrilişi ilk olaraq toxuculuq sənayesində baş verdi, yəni yüngül sənayedə baş verdi. Bu, həmin sahənin daha az kapital tələbi ilə bağlı idi. Buxar mühərrikinə istifadə istehsalın üsulunu dəyişdirdi və məhsuldarlığı artırdı. Sənaye çevrilişi dünyada ilk dəfə İngiltərədə baş vermişdi və bu çevriliş nəticəsində əl əməyini maşınlı istehsal ilə əvəz etdilər. Burjuaziya və fəhlələr cəmiyyətdə əsas təbəqəyə çevrildilər. 19-cu əsrin əvvəllərində İngiltərə güclənmişdi, varlanmışdı, kapital inkişaf edirdi, lakin əhali yoxsullaşırdı. Fəhlə və sənətkarlar, torpaqsız kəndlilər iqtisadi vəziyyəti pisləşirdi. Bu da hökumətin siyasəti ilə bağlı idi. Bu dövrdə ərzaq məhsullarının dəyəri artır və iri torpaq sahibkarları hökmranlıq edirdilər. Onlar inflyasiyanı sürətləndirdilər, əmək haqqı azaldı. Nəticədə İngiltərədə sosial ziddiyyətlər kəskinləşdi. Və burada Fransa inqilabı da sosial-siyasi münasibətlərə təsir edirdi, İngiltərədəki hadisələrə. Fransa burada tətbiq etmişdi İngiltərəyə qitə blokadası və İngiltərədə məhsul istehsalına, xarici ticarətə mənfi təsir göstərmişdi bütün bunlar. Daha sonra İngiltərədə ilk dəfə dəmir yolu çəkilmişdi 1825-ci ildə dünyada ilk dəfə və bu daşınmanı daha da ucuzlaşdırmışdı. Və dünyada ilk sənaye ölkəsi artıq İngiltərə idi. Dünya əməlatxanası adlanırdı. 19-cu əsrdə İngiltərədə parlament islahatları keçirildi və bunlar üçün səciyyəvidə 1832-ci il ilk parlament islahatı nəticəsində iri sənaye mərkəzləri parlamentdə təmsil olunmağa başlayır və 1867-ci ildə ikinci parlament islahatı nəticəsində xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi də seçki hüququ qazanırlar. Tezliklə Almaniya birləşir və məhsul istehsalına görə ABŞ və Almaniya İngiltərəni ötürürlər. İngiltərə onlardan geridə qalmağa başlayır. Bundan başqa İngiltərədə iki siyasi partiya var idi bu dövrdə. Mühafizəkarlar və liberallar idi. Bunlar bir-birini növbə ilə əvəz edərək ölkəni idarə edirdilər və ölkəni bu vəziyyətdən çıxarmağa çalışırdılar. 20-ci əsrin əvvəllərində liberallar seçkidə qalib gəlirlər və bir sıra tədbirlər görürlər. Nəticədə İngiltərədə və onun müstəmləkələrində Almaniyadan məhsul idxalı məhdudlaşdırılır. Ümumiyyətlə 20-ci əsrin əvvəllərində İngiltərədə güclü donanma var idi və dünya bazarında ağalıq edirdi. Dünyanın ən zəngin, ən güclü ölkələrindən biri idi. London dünyanın maliyyə mərkəzi idi. Valyutaya görə dünya bazarında əsas pul vahidi İngiltərə pulu idi. Xarici ölkələrə qoyulan kapitalın miqdarına görə də əsas birinci yerdə o idi. Ölkə sənayesinin yeni sahələr inkişaf edirdi, lakin buna baxmayaraq yenə də sənayedə ABŞ və Almaniyadan geri qalırdı. Kapital ixracı sahəsində də İngiltərə Fransanı üstələyib birinci ola bilmişdi.
Müstəmləkə işğalına görə isə onun İngiltərənin, yəni əsas rəqibi Fransa idi, yaxın şərqdə isə Rusiya idi. Demək, bu dövrdə Hindistanı tam işğal etmişdi, Əfqanistanın işğalı uğursuz alınmışdı. 19-cu əsrin ortalarında Çin yarım müstəmləkəyə çevrilmişdi. Ümumiyyətlə, ən çox müstəmləkəyə sahib olan Böyük Britaniya idi və üzərində heç vaxt günəş batmayan imperiya adlanırdı. İqtisadi imkanlarından istifadə edib öz rəqiblərini zəiflətməyə çalışırdı. Yaxın Şərqdə Osmanlı İmperiyasının ərazi bütövlüyünü müdafiə edirdi ki, özünü tabe etmək istəyirdi buranı və Krım müharibəsində Rusiyanın məğlubiyyəti Osmanlı İmperiyasında İngiltərənin mövqeyini gücləndirir. 1867-ci ildə Britaniya Şimali Amerikası haqqında akta görə Kanada İngiltərənin ilk dominionu olur. Dominion İngilis sözüdür və mülk hakimiyyət deməkdir. Böyük Britaniya İmperiyasının tərkibində İngilis krallığını dövlət başçısı kimi tanıyan və özünü idarə hüququ olan ölkə deməkdir. Afrikada da müstəmləkələr uğrunda mübarizə gedirdi. Burada da İngiltərənin əsas rəqibi Fransa idi. 19-cu əsrin 80-ci illərində Misir işğal olunur və bu 19-cu əsrin sonlarında Böyük Britaniya dünyanın ən böyük imperiyası idi. Burada burlarla müharibə baş verir Cənubi Afrikada. Avropadan köçüb gəlmiş Avropalıların nəsillərindən olan burlarla müharibə baş verir. 1899-1902-ci illərdə İngilis bur müharibəsi baş verib. Burada İngilislər qələbə qazanırlar. Sülhə görə İngilislər bütün Cənubi Afrikanı işğal edirlər. 1910-cu ildə bu torpaqlar Cənubi Afrika İttifaqı adı altında dominion hüququ alır. 1904-cü ildə dünyanı bölüşmək uğrunda Almaniya ilə münasibətlər kəskinləşir və İngiltərəni Fransa və Rusiya ilə yaxınlaşdırır. İngiltərə Fransanın Mərakeşdə, Fransada İngiltərənin Misirdəki ağalığını tanıyır. 1907-ci ildə Peterburqda İngilis-Rus sazişi imzalanır. İngiltərə, Fransa və Rusiya Antanta hərbi siyasi ittifaqını yaradırlar.